Zəngəzur dəhlizindəki Mehri üzərindən keçən o ərazi 42 kilometrlik ərazi. Ulu Öndər Heydər Əliyevin YouTube kanalında çıxışı yerləşdirilibdir. Bir neçə dənə görüşlərdə bunu Ulu Öndər deyibdir. O dəhlizin eni 8 kilometr olubdur. Onu ermənilər zaman Sovet dönəmində şərqdən, qərbdən böyüdə gətirib 42 kilometrə çatdırıb. Yəni Zəngəzur dəhlizi Ermənistana veriləndə, o dəhlizin eni 8-10 kilometr. Bu gün o 42 kilometr. Bunu mən deyim, 42 kilometr uzunluğudur Fikret müəllim. Enidir. Enidir mi 42 kilometr? Bəli, enidir. Ordubatdan nədir? Qubadlıya qədər də Zəngilana qədər, Zəngilana qədər. O enidir onun. Enidir 42 kilometr. Necə ola bilər ki, bu veriləndə, bu torpaq veriləndə, hər hansı bir qərarla verilib də, Sovetlər İttifaqının hər hansı bir qərarı ilə bu torpaq verildi. Zəngəzur verildi Ermənistana. Nətər olur? Veriləndə bu 8 kilometr olur. Bunu mən demirəm. Siz demişsiniz, bunu Ulu Öndər deyir, tarixçi, siyasi lider, dünya çaplı bir siyasətçi. Yəni, indi dəhlizin keçəcəyi ərazi əslində Ermənistana verilməyib, onlar zaman onu oğurlayıblar. Gerçək budur bu. O ərazi bizim torpağımızdır. Bəli. Əslində Qərbi Zəngəzurun bütövü bizim torpağımızdır. Hamısı bizimdir. Sonra veriləndə bu qədər olmayıbdır. Veriləndə bu qədər olmayıbdır. Ona görə İranın bu məsələləri qaldırması heç bir bucaqdan, heç bir prizmadan doğru deyil. Bir qədər də dərinə gedirlər, biz məsələni qaldırıb tarixi sənədlərlə ortaya qoya bilərik ki, bu 8 kilometr olub, sonradan nətər olubdur, 42 kilometr olubdur. Bu nətər ola bilər ki, 34 kilometr nə cür böyüyübdür, kim böyüdüb bunu, hansı şərtlərlə böyüdüblər bunu, hansı qərarlarla böyüdüblər bunu. Siz nətərdir, suallar çoxdur ortada. Yəni, İranın ora bizim qırmızı xəttimizdə boş-boş, mənasız danışıqları yox, amma bizim əlimizdə faktlar var və ona görə də İran tərəf təbii ki, sona qədər Qarabağdakı işğalçı mücadilə ermənilər tərəfindən davam etdiyi dönəmdəki erməniləri nə qədər dəstəkləyirdilər. Axırda da barışdılar bizim qələbəmizlə, suverenliyimizlə, ərazi bütövlüyümüzlə. Bundan da barışacaqlar.